Salam aleyküm. Salam. Necəsən Rəhmət? Yaxşıyam, mənimsin necəsən? Çox sağ ol. Nə var, nə yox? Salamaçılıqda heyecan Şükür var. Allah'a var. O Nə yalandayım var. Buna görə çalışırıq. O heyecanı dadmaq üçün çalış, o heyecandan zövq al. Çünki ikinci dəfə eyni heyecan heç vaxt olmur. Maksimum bu birinci heyecandan zövq alın. Nə hazıramsınız bu gün? Ümumiyyətlə, hamınızı salamlayıram burada. Sizi görmək burada çox xoşdur. Ümidvaram ki, bizim skeçlər sizin xoşunuza gələcək. Siz ondan zövq alacaqsınız. Bizim ilk skeçimizin adı Evdar Ata skeçidir. Evdar Ata. Bəli. Biz öyrəşmişik ki, ümumiyyətlə evin həmişə, necə deyirlər, evi çəkib çevirən həmişə ana olur. Amma bizdə isə bu skeçdə hər şey tam tərsinədir. Ona görə gəlin skeçimizə baxaq və onun təəssüratlarını artıq sonra da sizdən öyrənərik. Əlasın. Sağ olun. Mən də deyirəm, 4 balam var. Bala deyirlər, bəladılar bunlar. 1000 dəfə demişəm, heç olmasa bu götürdüklərinizi yerinə qoyun, başqa heç nə istəmirəm. Salam, sən necəsən? Salam. Qız, bu nə sudur belə üstün başın? Şeydir, mən dünən çıxdım evdən. Ha, Çıxdım, getdim. Sənə bir şey deyəcəm, mən tövsiyə ver, yaxşı? nə olub? İndi mən sevgilimə demişdim ki, dünən axşam dayımgilə getmişəm. Amma çıxmışdım içməyə dostlarımla. Sonra düşdüm küçələrdə içə-içə. Ondan sonra bir də ayıldım ki, dənizin ortasındayam. Özüm də bilmirəm nə olub heç. Mənə yazdı ki, sən məni alladırsan. Ki, qohumumdur. Tamam. Nə deyim? Qohumumdur. Xalam. Xalam qızıdır. Xalam Oğludur. oğlu. Mamanı eşitməsin. Bir abırçın. O deyir qızdır. Xalam qızıdır dedi. Hə, xalamdır. Sənə 1000 dəfə dedim, ikinci telefonu al. Hə, anamın adına kredit götürüm. Götür. Götürüm. Bilirsən də harda qoymaq lazımdır. Bir də bir şey deyəcəm məsələn. Mən misliyə pul qoymaq istəyirəm. Hansı komandaya səncə seçim? Qarabağa qoy. Qarabağa. Nərman Qarabağa. oynayacaq, Nərman. Nərman partladacaq. Sən pulu mənə hardan 5000 azdır, biraz çox qoy. çox qoyaram. Bəs pul Mama. həll eləyərsən anamdan. Anamı saxladın. Oradan götür. Hə, tamam. Nəysə. Anamın adına keçsəm ha qeydiyyata mislidə. Get. Amma eşitməsin. Öldürər bizi. Sənlik də ha. Mənlik narahat olma. Cem Nə vaxt sən görmə- padvat eləmişsən? Hə, düz deyirsən. Kişi adamsan. Nəysə, mən cem gömdən simim. Ehtiyatlı ol. Gününə bax. Bunlarda. Uşaq. Axşama nə bişirəcəksən? Qulyaş. Den onu. Axşama nə bişirəcəksən? Axşama da arvad gəlir. Sən nə Salam oldu ata. sən? Niyə tez gəlmisən dərsdən? Ata, indi mən sənə bir şey danışmaq istəyirəm. Aha. Amma biraz da qorxuram. Həmişə demişəm rahat olun. Ay, onun üçün Anamız də var elə mənim. sənin yanına gəldim. Hə. Deməli mən məktəbə oxumaq üçün getmək istəmirəm. Təzə çıxdı bu. Mən öz pulumu qazanmaq istəyirəm artıq. O da olar. Yəni deyirəm Necə bəlkə alverçilik eləyim. Necə? Elə onun üçün gəlmişəm də sənin yanına. Mən səni göndərəcəm. Sədərəkdə biri var. Bizim qonşu var aşağı. Oradan oyuncaqlar, aksesuarlar alarsan, ən ucuz da satarsan. Amma bufetçi ilə döyüşmə, bufetçi bilməsin. Yaxşı? Ata, o nədir elə? Mənim ağlımda bir dənə fikir var. Deməli deyirəm ki, bufetdən gedim bir 50 qəpiyə falan bir şeylər alım, 5 manata satım. Sən bu alveri bilmədin. Amma pulum yoxdur mənim. Nə ilə alacağam? Mən sənə pul taparam, amma bufetçidən alma. Anamdan götürək. Həmin yerdən götür, amma bilməsin. Yaxşı? Amma Bir şey mənə olsa hesabatı mənə deyərsən. Bir şey olsa sənlikdir. Yaxşı. Bunların dərdi bitir. Axşama da yem, nə bişirim yem. Axşam. Ay bala, sənə nə oldu? Yorulmuşam həyata. Nədən yoruldu? Neynədin, nə yoruldu? Bax, bütün evi yığışdırdım, bütün zil-zibillərinizi yığışdırdım. Məktəbdə 10-15 dənə oğlan döymüşəm heç nə. Müdür də məni danlayıbdı. Sənə 1000 dəfə demişəm, sən qızsan, ailə quracaqsan. Olmaz, oğlanlarla döyüşmək olmaz. Niyə həyata? Onlar mənə əsəbləşdirirlər. Mən nə dəxlisi var? Əsəbləşdirirlər, başa sal. Gəl mənə de, müdirə de. Başa salıram, başa düşmürlər, mən də döyürəm. Direktora dedin, anan məni yığsın deyə. Direktor məni məktəbdən qovmaq istəyir.
Qələt eləyir o. Mənim qızımı qovur. Mən danışaram onunla. Biraz sakit ol. Heç olmasa məktəbdən çöldə döy. Yaxşı. Bundan sonra elə eləyərəm. Elə. Ehtiyatlı ol. Yaxşı. Yaxşı? Baş. Get balam, mamam bilməsin. Mamam bilməsin, öldürəcəyik. Papa, Alo. Natan. Sağ ol oğlum, xoş gəldin. Sağ ol, neysən? Yaxşı, sən necəsən? Papan sənə qurban. Qurban sənə qurban olsun. Danışmaya, sənin bir dənə Papazın dərdim bir var. dənəsi. Sənin bir dənə dərdim var. Oğlum. Sənə göstərdiyim qız var idi. Bildin hansı? Hə. Sarışın. Aa. Amma elə gəlir ki, o mənə elə fırladır da biraz. Şum olsan sən? Yox. Tuta bilmirəm. Bax, sən də tutdum hardan fırladır məni. Saat 3-dür. Mənə deyir ki, kartdan plat yolda qalmış Hamza. Atdın ha sən də başına. Mamanın kartı məndə idi oradan. Adam mamanın kartı nədir? İndi sən mənim sən nədin? Mən onu nətər qırım. Ay heç sən atava oxşamadın. Keçən dəfə gördün, atamın keçmiş eks sevgilisi yazmışdı mənə. Qulaq as. Hə. Qulağımdan qan gəlir. Qulaq as mənə. Hə. Yazıb ki mənə. Bütün sevgililər ayrılanda bir şeyi qırır, bir şey cırır, nə bilim nə isə qaytarır. Səninlə ayrıldım, ya qırmağa bir şey tapa bilmədim. Oxşa atava. Elə nəslimdən onun qızı zad varsa düzəlt də mən. Ay, sən elə şey deyəcəksən. Sən Deyirəm ki, bəs böcəyim yatıram da mən, gecdir. Deyir üstündə nə var? Tutamam mən. qorxma. Qorxmur. Rahat ol, amma pul xərcləmə. Bir də mamanın maşına Oxşa belələ mənə. oxşayacağam. Sən mamanın maşınasını ver mənə. Mən də gəlim ondan axırıncı görüşürüz. İzah elə də sən bəs şey eləmisən, pullar var, pullu birini tapıb evlən. Biraz mənə oxşa. Tap bir pullu birini. Ləlöyün olma. Yox da zalımın qızı yoxdur. Axtarıram. Taparsan axt. Mən necə tapdım? Ay, Instagram dolu istəyilən xalaşkalardan. Oturum. Xalaşka nədir? Pulalarda olur da, kimdə olmur. 1000 dəfə dedim Asifin qızına bax. Mal kimi gedirsən. Asin qızı bütün tüklüdür. Qırxacaq da. Bəzi şeylər qurban tələb edir. Başlama da yenə. Getdin ara çıx neysə. Nəsə maşına sən versən yoxsa yox. Get orada götür. Həmən şey Tumuşqanın içindədir. Getdin. Götür. Xəbər gəldi. Görün oğlum Pul neynir. xərcləmə. Kartı da ləğv elə. Bu da anasına oxşuyur. Axşamın xeyir ay kişi. Xoş gəldin, keç. Bu nə idi yenə? Nə elədibsə? Nə haran yurdun yenə? Domestosdur da, hər yeri domestoslamış. Dedim o zirzibili gətirmə də bu evə. Mən necə təmizləyim? 4 uşaq baxıram bu evdə mən. Hələ yaxşı əlma düşdü. Buna bax, üstün başıma bax. Əzi. Uşaqların işindən mən buna çatdıra bilirəm. Nə saxlayıram sən bu evdə mən bunu? Nə var yeməyə? Nə bişirmisən? Qreçka qulyaş var. Nəsə Bir də mərc. burada biraz şeydir. Nəsə Olur. gərgin idi işdə. Nəsə başım narahatdır. Biraz başımı gör, masaj elə gör nə edirsən. Yaxşı qreçka qulyaş bişirmişəm. Yavaş kre. Mərci də. Ay, yenə qreçka. Bezlik qab qreçka. Fəhləz adam mən. Qreçka. Hər gün qreçka yeyər, bir ət bişir, bir nə bilim steak elə, bir nədir? Pulaz verirəm, bəlkə pul vermirəm sənə. Verirəm. Vermirəm. Onları da bişirərəm gələn səfər. Nə olar ki, indi uşaqların işi çox idi bu gün. Gələn səfər deyə 20 ildir ailəliyik biz ay. Çox dadlıdır. Bax, peşman olmayacaqsan indi bax dadına. Çayın var bəlkə. Var, çayım da var. Səhərdən qalan gətirməyə Təzədən. qabağıma. Səhərə kimi yatamıram, mədəmin ağrısına. Gətir yaş çay gətir, yemək gətir, nə gətirsən gətir də. Süd də içirsən? Dəmə bax. Get onu təzədən dəmlə. Mən yalandan danışa bütün mən İjog eləmsən də. Qreçkaya bax, heç açılmayıb. Bunu bir qoy dəmə, bir nəmni. Hər şey mən öyrətməliyəm sən. Anan öyrətməyib sən. Süd də verin. Nə supu? Sup bişirə bilsən görsən? Heç evi də yığışdırmırsan. Hər yerdədir. 4 uşaq var bu evdə. Nə olsun, mənim də anamın 10 dənə uşağı var. Nədir, baxmırdı? Evdə təmiz idi, yemək də var idi, Amma kömək eləyənlər var idi. Hər şey də var.
Mənim atım. Bütün əmin arvadlar oradaydı. Sən də Təkəm çağır mən da, burada. sən də çağır da köməyə kimisə. Kimi çağırım? Kimin var mənim? Elə ağla, bütün gün ağla elə. Biz xoş üz görmədim də mən bu evdə. Elə ömrü boyu deyinirsən. Arvad, əsəbləşmə, sakit ol. Bax, heç olmasa bu mərcinəyə heç gəl. Lazım deyil. Yox. Hələ yaxşı Sarımsaqlı. dedin. Yenə mesaj zat göndərdin, mənə pul ver, pul göndər. Nə deyir, nə olub pul? Azarlıq var, uşaqların xərci var. Məktəb Otur görməyə, otur sən can. Bu pul söhbət çatanda əsəb gəlir mənə. söhbətləşmə. Sən xəbərin var o kartın, Kapital Bankın kartı var ya o səndə, mənim adım olan. Hı. Bankdan yığıb o dövrəni məndən maraqlanırlar ki, ay arvad, ay xanım. Sən bu qədər hardan pul qoyursan ora, bu necə dövrə olur bu qədər ki? Sən bu pulu hardan götürsən? De ki, mən 4 uşaq baxıram. Şübhəli siyahısındayım, mən şübhəlilər siyahısındayım. 4 uşaq baxıram demə. Biz də uşaq olmuşuq da, bizim o qədər xərcimiz yox idi. İndiki uşaqlar daha xərclidir. Yaxşı sən də Məktəb qutar, var, qutar, dərs. ay kişi, qutar. Sən ucu da gündə birindən bildiriş gəl. Kargoların mesajları mənə gəlir. Nərmanım var yox. Nərim, Aa, mama, necəsən? sağ ol baba. Sən də yaxşısan görürəm. Dən, atama söz deyirəm, sən qulaq as. Yenə pıç başladı elə. Yıxır elə bu. Misli də evin bütün pulunu itirdi mi? Ha, Misri nədir? Aa, sən dedim onu. sən də Bax verdin tərbiyə. Verdin tərbiyə. Ata, anamdan maya değerini aldığımız direktör tuttu. Yavaş siz nə edirsiniz? Ay baba bu nədir? Ata, polislər qapıda gözləyir. Qaçmalıyıq. Nə polis? Ay baba nə polis? Arvad, bunlar mənə. Papa, vurdum Nəyi? Kimə? maşını. Mənim maşınımı? Mama necəsən? Ay mən o maşın qarajına çıxartmıram. Ay siz Bax budur da verdin tərbiyə. Uşaqlara belə baxırsınız da, nə bax. olub uşaqlarıma? Nə olub? Uşaqdılar eləyərdə, indi uşaq mənim uşaqlarımdır. Bilsən bu gün ümumiyyətlə bilsən nədir? Nə var? Bu gündən uşağa get işdə, pul qazan, bu evə pul gətir, uşaqlara mən özüm baxaram. Mən evin kişisiyəm, Kişki uşaqlarımın üstədə. Elə oldu da. Eləyərəm. İşdə onda get, düşün qabağıma get. Всё. Da bu gündən Hara mən düşün. düşün qabağıma. Mamamız bizi saxlayacaq. Aa, zarafat eləyirəm. Arvad.